Ad günündə şəhidlik zirvəsinə ucalan Əzizov Xəyyam Əlioğlu 1995-ci il noyabrın 8-də Neftçalanın Qoltuq kəndində dünyaya göz açıb. Onun hələ uşaqlıqdan hərb sənətinə böyük həvəsi vardı. O, 8-ci sinifə qədər orta təhsil alır və 2010-cu ildə 8-ci sinifi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olur. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib, leytenant hərbi rütbəsi alır. Xəyyam öz istəyi ilə xüsusi təyinatlı qüvvələrin kursunu keçərək zabit kimi xidmətə başlayır. Qısa bir zamanda yeni hərbi elmi bilikləri mükəmməl öyrənən Xəyyam bir çox xarici ölkələrdə hərbi təlimlərə qatılır. Rusiyada keçirilən hərbi paradda silahlı qüvvələrimizi layiqincə təmsil edən hərbiçilərimizdən biri olub. O həmişə məzuniyyətə, ailəsinin yanına gələndə daha çox qardaşı ilə söhbətləşərdi. Dilinin əzbər sözlərindən biri də bu idi. İşğalçı ermənilərin başını əzməyə çox az qalıb. Azərbaycan ordusunun baş leytenantı olan Xəyyam Əzizov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xəyyam Əzizov döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış, lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirmiş və noyabrın 8-i Şuşa döyüşləri zamanı öz ad günündə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. O, Neftçala şəhər şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əzizov Xəyyam Əlioğlu ölümündən sonra vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilib.